Sizi bilmirəm, amma mən kivini qabıqla yeyənlərdənəm. Mənə gəlir ki, qabıqla yeyəndə dadı daha intensiv hiss olunur. Bugün əlimdə belə bir kivi var. Daha doğrusu kivi qutusudur bu. Kivinin özü buradadır. Və bu kivi normal kividən fərqlənir. Görək ümumiyyətlə bu hardan gəlib bizim evə çatıb. Baxdım, Yeni Zelandiyadan gəlib. Və bu kivini görürsünüz ki, normal kividən fərqlənir biraz. Üstündə demək olar çox da tükü yoxdur. Çox nazik bir tük təbəqəsi var və içi də fərqlidir. Gəlin indi sizə içini göstərim. Baxın, bu da içidir. Bilmirəm videoda necə görünür, amma normal kividən daha sarıdır. Daha sakit bir rəngi var. Belə yaşıl deyil rəngi. Yaxud da çox açıq yaşıldır. Sarı ilə yaşılın qarışığı. İndi isə gəlin bunun dadına baxaq. Dediyim kimi, sən necə yeyərsən özün bilərsən, amma mən kivini qabığına xoşlayıram. Gəlin indi isə dadına baxaq. Dadı normal kiviyə görə daha sakitdir. O kiviyə məxsus dadı intensiv olaraq hiss edirsiniz. Şirinliyi də qəşəngdir. Və üstündə çox da böyük tükçüklər olmadığı üçün qabıqla yeməkdə daha ləzzətlidir. Qiyməti bir balaca normal kiviyə görə bahadır, amma çox az cüzi fərq edir. Nəticədə isə sizin daha az qabıqlı, daha mülayim dadlı kiviniz olur.